Salam hörmətli izləyicilər. Bugün sizlərə bir xəstəm haqqında məlumat verəcəm. Əslində maarifləndirici bir videodur bu. Ona görə dedim ki, sizlərlə də bir paylaşım xəstəni. Xəstəmiz 42 yaşında kişi xəstədir. Təsadüfi müayinələr nəticəsində xəstənin sağ böyrəyində törəmə aşkarlanır. Həmin o törəməni artıq olunan kata müayinələrində pis bir yöndə yorumlanır, təhlükəli və xərçəng görünümündə yorumlanır. Buna görə mütləq əməliyyat olunması məsləhət görülür. Və biz də xəstəni parsial nefrektomiya üçün hazırladıq. Əslində əməliyyatlar açıq əməliyyatlarda keçirilir, amma biz bu əməliyyatı laparoskopik olaraq həyata keçirtdik. Yəni laparoskopik parsial nefrektomiya icra elədik. Əməliyyat zamanı çox yaxşı oldu əməliyyatımız, onu deyim. Yəni gedişatı və sonrakı əməliyyatdan sonrakı proseslər də xəstənin toparlanması prosesi və s. ürəyimiz istədiyimiz kimi keçdi. Gələn patologiyanın cavabı da bizi sevindirdi. Yəni orada bir proses var idi, pis bir proses var idi, malign bir proses var idi, xərçəng prosesi var idi. Biz onu böyrəyə əlavə zədə vermədən, əlavə digər orqanlara zədə vermədən və böyrəyi qorumaqla, əsası da budur, böyrək qoruyucu cərrahiyyəni həyata keçirə bildik qapalı üsulla. Buna görə mən öz komandama təşəkkür edirəm, həkim yoldaşlarıma təşəkkür edirəm ki, bu işdə mənə köməklik göstərdilər və biz bunun nəticəyə gəldik, çıxdıq. Buradan sadəcə məsələnin maarifləndirici yönünü mən sizə vurğulamaq istəyirəm. Əvvəldə qeyd elədim ki, xəstə təsadüfi müayinələr nəticəsində böyrəyində törəmə aşkar olunur. Yəni təsadüfi sözü onu göstərir ki, həkimə getməsəydi, bir şeylərdən şübhələnilməsəydi, bir ultrason müayinəsi istənilməsəydi, bu adamın böyrəyindəki törəmə vaxtında, zamanında aşkar olunmayacaqdı. Elə bir zamanda gəlib çıxa bilərdi ki, artıq böyrəyin tamamı götürülsün və ya gecikmiş fazalara keçsin, artıq xəstə başqa tipli müalicə metodlarına məruz qalsın. Mənim sizə verəcəyim mesaj bundan ibarətdir ki, təsadüfi müayinələrə buraxmayaq işi, vaxtaşırı dövrü tibbi müayinələrdən keçməyə cəhd göstərək, bir qarın içi orqan müayinəsi, ultrason müayinəsi, müəyyən qan analizləri, biokimyəvi qan analizləri, qan ümumi analizi və s. verilməsi insanın ola bilər gün ərzində bir neçə saatını alsın, amma böyük bir, uzun bir ömür yolunun təminatçısıdır vaxtında verilən analizlər, vaxtında olunan müayinələr. Çünki gizli qalan proseslər zamanla artıq gecikmiş fazalara keçdiyi zaman biz həkimlər də heç bir şey edə bilmirik, əlimizdən bir şeylər gəlmir. Ona görə mən sizdən buradan xahişdəmi, ricadamı bulunum ki, siz dövrü tibbi müayinələri heç göz ardı etməyin, zamanla dövrü tibbi müayinələrdən keçin və proseslər, problemlər vaxtında aşkar olunsun. Həm həkimlər üçün rahat olur onu prosesi çözmək, həm də sizin üçün xeyirli olur. Təşəkkür edirəm.